Hər vaxtınız xeyir əziz izləyicilər. Bugünkü video konseptimiz Mercedes-Benz 190e W201 kuzu olacaq. Bu avtomobillə bağlı YouTube'da bir çox video izmanlar var, amma hər biri demək olar ki bir-birinin kopyasıdır. İstədim ki tam ətraflı bütün detalları ilə birlikdə bir video çəkim. 190 Mercedes-Benz'in 1986-1992-ci ilə qədər istehsal etdiyi C-Class-ın birinci seriyasıdır. Düzdür, bu avtomobil C-Class adlandırılmırdı. Sadəcə olaraq Mercedes-in kompakt sedan avtomobillərinin birinci seriyası oldu və daha sonra C-Class adı ilə tanınmağa başladı. Avtomobilin klassik olaraq dizaynına baxaq. Öndə kvadratvari dik farlar, bəzi versiyalarda far siləcəkləri var. Ortada xrom radiator barmaqlığı, altda bamper yerləşdirilib. Avtomobilin kaputunda ön şüşənin kənarlarından radiator barmaqlığının kənarlarına qədər uzanan kaput çıxıntısı var. Və həmçinin kapotun ən önündə ortada bir ədəd Mercedes emblemini görə bilirik. Bundan başqa avtomobilin arxasında işıqlar uzunsov formada yerləşdirilib. Döngə işıqları, stoplar və içərisində bir ədəd işıq qaytaran və həmçinin dumanlı farı var. Ön farlarda da həmçinin ortadakı o daha kiçik işıqlar dumanlı farlardır. Tünc sarı rəngdə incə uzun xətt boyunca işıq yayır. Bu sayədə dumanlı havalarda çox yaxşı görüş təmin edə bilir. Həmçinin avtomobilin yanında, qapılarda ön bamperdən arxa bamperə qədər qapıların içindən keçib uzanan plastik bir xətti görə bilirik. Bu çıxıntı plastikdən olduğu üçün birincisi avtomobil əlbəttə ki fərqli bir görüntü qatır, kifayət qədər görünüşünü dəyişdirir. İkincisi də dar ərazilərdə avtomobili park etdikdə qapını açanda falan bir yerə dəyəndə ilk olaraq bu plastik parça dəyir və maliyyəti çox ucuz, çox tez dəyişdirilə bilən bir parça olduğu üçün xərcləri bir xeyli azaldır. Yan tərəfdə o zamanki Mercedeslərə xas, solda daha uzun, sağda daha kiçik arxa güzgüləri görə bilirik. Bu güzgülər hər bir versiyada içərdən knopka ilə idarə edilir. Yalnız sağ güzgü, sol güzgü isə əl ilə manuel olaraq idarə edilə bilir. Lyuk avtomobilin sadəcə bəzi versiyalarında mövcud olub. Salonuna baxdığımız zaman hamavar şəkildə uzanan işi görə bilirik. Ortada 2 zonalı isidici, kondisioner, altda magnitofonun idarə etməsi və ən altda çox kiçik bir cib var. Onun arxasında sürət dəqiqəsinin idarə edicisi və arxada da əl əyləcini görə bilirik. Nə öndə, nə də arxada dirsək altlığı və ya stəkanlığı yoxdur. Barda çox orta səviyyədədir, içi çox yaxşı qaplanılıb. Ön qapların hər ikisində çox geniş gözlər var, saxlamaq üçün kifayət qədər yer var burada, amma təəssüf ki arxa qapılarda mövcud deyil. Avtomobilin səs sistemi ön şüşənin podpresinin altında sağda solda 2 ədəd və arxada bir sağ bir solda olmalı 2 ədəd səs gücləndirici bu avtomobildə istifadə edilib. Avtomobilin oturacaqları komplektasiyadan asılı olaraq parça, nappa dəri və dəridən istifadə edilib o illərdə. Avtomobilin material keyfiyyəti salonda həqiqətən çox yüksəkdir. Həm şitin üstü, həm qapıların üst hissəsi yumşaq plastikdən hazırlanıb. Qapıların iç döşəməsi isə bəzi komplektasiyalarda parça, bəzilərində isə dəri parçadan istifadə edilərək hazırlanıb. Arxa şüşənin altında dediyim kimi 2 ədəd səs gücləndirici və tam ortada bir tibbi çanta yeri var. Apteska dediyimiz Mercedesdə gözəl bir detaldır o da. Bundan başqa arxa oturacaqların başlıqları bəzi versiyalarda içərindən knopka ilə bağlanıla bilir, amma çox nadir komplektasiyalarda bu funksiya yerləşdirilib. Keçək avtomobilin mühərrikinə və bütün ötürücü sisteminə. Bu avtomobildə benzin tərəfində M102 və M103 kodlu mühərriklərdən istifadə edilib. 1.8, 2, 2.2 və 2.5 litrəlik M102 kodlu mühərriklər istifadə edilərkən yalnızca bir ədəd M103 kodlu 2.6 litrəlik benzin mühərrikindən də istifadə edilib. Benzinli variantların hər biri sadə atmosferik mühərriklər idi və silindr başına 2 klapan idi. Bəzi silindr başına 4 klapanlı, ümumilikdə 16 klapanlı xüsusi versiyalar da olub ki, biraz sonra hər birindən bəhs edəcəyəm. Dizel tərəfində OM601 və OM602 kodlu mühərriklərdən istifadə edilib. OM601-də 2 və 2.2 litrəlik mühərriklər, OM602-də isə 2.5 litrəlik mühərriklər var idi. Atmosferik və turbo olmalı 2 fərqli 2.5 litrəlik dizel mühərrik bu avtomobildə istifadə edilib. M102 kodlu bütün benzin mühərrikləri, həmçinin M103 kodlu ümumiyyətlə avtomobildə istifadə edilmiş bütün benzin mühərriklərinin maksimum ömrü 500.000 km kifayət qədər uzun ömürlü idi və zəncirli mühərriklərdə zəncirli 250.000 km-dən bir dəyişilməlidir. Avtomobilə tökdüyümüz motor yağı 7-10 min arası dəyişdirilir. Lazımi qulluq olunduqda dediyim ki 500.000 km hətta daha yüksəyini təqdim edə bilir. Həmçinin OM601 və 602 kodlu dizel mühərrikləri üçün də eyni şey keçərlidir. Kifayət qədər dözümlü və uzun ömürlü mühərriklərdir, amma məhsuldarlığı elə də yüksək deyil. Yanacaq sərfiyyatı 2 litrə 1.8, 2.2 benzin mühərriklərində 11-12 litr arası təşkil edir. Bu həcmdə mühərrik bu güclər üçün bir xeyli aşağıdır. Bayaq dediyim kimi bu avtomobildə 2 fərqli 16 klapanlı mühərrikdən istifadə edilib. Cosworth versiyaları
Video ilerleyen dəqiqələrində bu versiyalardan bəhs edəcəyəm. 190 əslində Mercedes-Benz'in DTM yarışlarına qatılmaq üçün istehsal etdiyi bir model idi. Standart versiya yox, əlbəttə ki, dediyim o iki xüsusi versiya DTM yarışlarında istifadə edilib, Cosworth tərəfindən modifikasiya edilib. DTM sadəcə arxadan çəkər Alman avtomobillərinin yarışdığı bir yarış departamentidir və dediyim kimi Mercedes Pro qatılmaq üçün 2 ədəd xüsusi versiyanı iləri sürdü ki, tək başına yox, Cosworth ilə birlikdə bu modelləri istehsal edib. Bunlar 2.3 Cosworth və 2.5 Cosworth olaraq adlandırılırdı. Arxasında zaten 2.3 16V və ya 2.5 16V yazısını görə bilirdik. Yan, ön, arxa liplər, arxada kiçik bir spoiler kimi artırmalar var idi. Ən əsasda mühərrik tuning olunmuşdu. Hər ikisi 2.3 və 2.5 litrəlik mühərriklər. Hər ikisi M102 kodlu mühərrikin tuning edilmiş versiyalar idi. Üst qapaq xüsusilə çox yüksək miqdarda tuning edilmişdi. 8 klapandan 16 klapana gətirilmişdi. Klapan açılma bucağı və vaxtı dəyişdirilmişdi. Avtomobil əvvəlkindən çox daha yüksək miqdarda hava çəkə bilir, həmçinin daha yüksək sıxışdırmalı pistonlardan istifadə edərək olduqca yüksək güclər əldə edilə bilmişdi. 2.3 litrəlik 16 klapanlı versiya 185 at gücü və 235 Nm tork hasil edir. 2.5 litrəlik mühərrik isə 204 at gücü və 240 Nm tork hasil edə bilirdi. Və bir də bu avtomobilin bu 16 klapanlı mühərriklərlə təchiz edilmiş iki fərqli xüsusi body kitlə gələn versiyası var. Evo 1 və Evo 2 kimi adlandıran iki fərqli versiyası var. Bu Evo sözü Evolution'ın qısaldılmışıdır, yəni təkamül deməkdir, bir sözə dəyişdirilmişdi. Mühərriklər birəbir eynidir, at gücü torkunda heç bir fərq yoxdur. Sadəcə yarışlarda daha yaxşı yer tuta bilsin deyə, aerodinamikası və downforce yerə basma qüvvəsi daha yaxşı olsun deyə müəyyən dəyişikliklər edilmiş bir body kitlə, daha doğrusu iki fərqli body kitlədə bu avtomobil satışa sürülüb. Şəkillərini ekrana zaten qoyacağım, Evo 1 və Evo 2 formada. Onu deyim ki, sadəcə bu 16 klapanlı Cosworth versiyası da dediyim kimi standart modeldən bir qədər fərqlənir. Arxadakı spoiler olsun, ön, arxa, yan liplər olsun, avtomobilin içərisindəki bəzi dəyişikliklər olsun. Amma Evo 1 və xüsusilə Evo 2 versiyası standartdan bir xeyli fərqlənir, bir xeyli əlavələr olunur. Standart versiyalara qaydaq. Bu avtomobildə arxada və öndə bağımsız suspensiya sistemindən istifadə edilir. Ön hissədə tək parçalı bağımsız askı sistemi var. Bu nə deməkdir? Avtomobilin ön askı sistemi yalnız bir bütöv dəmir parçadan ibarətdir. Bu bir qalın hissədən təkərə və iki hissədən də avtomobilin şasisinə bağlanıb, amortizator da içəri tərəfdən birbaşa təkərə bağlanıb. Purjun da bu bir dənə dəmir detalın üzərinə bağlanır. Üstün cəhəti odur ki, çox sadə və həddən artıq çox sağlam bir askı sistemidir. Pikapların falan ön askı sisteminə baxsaz elə bənzər bir şey görürsünüz. Yəni bir yük avtomobili qədər, bir pikap qədər sağlam askı sistemi var avtomobilin. Mənfi cəhəti də əlbəttə ki, müasir McPherson və ya digər bəzi çoxlinqli suspensiya sistemləri kimi yol tutuşu yaxşı deyil, amma komfort olaraq yumşaq amortizatorlarla birlikdə kifayət qədər yaxşı idi. DTM yarış versiyalarında da yenə həmin askı sistemi olduğu kimi istifadə edilir, sadəcə daha sərt amortizator və yaylar qoyulubdur. Sürətlər qutularına baxdığımız zaman bu avtomobildə 4 pilləli mexanik və 5 pilləli mexanik sürətlər qutusu mexanik tərəfində istifadə edilir. 5 pilləli olanı əlbəttə ki, hər bir halda daha yaxşıdır, həm yanacaq sərfiyyatı üçün, həm də avtomobilin performansı üçün. Avtomatik sürətlər qutusu isə 4 pilləli olaraq istehsal edilib. Bəzi bazarlarda 5 pilləli variantının da olduğu deyilir. Bəzi yerlərdən eşitmişəm, amma realda heç vaxt görməmişəm. Bilmirəm, yəqin ki, ola bilər ki, Amerika bazarı üçün və ya ümumiyyətlə ölkəmizdə çox az gətirilmiş hansısa bir versiyasında bəlkə də var, amma dediyim kimi realda heç vaxt görməmişəm. Bu 4 pilləli avtomatik sürətlər qutusunun dözümlülüyü və uzunömürlüyü kifayət qədər yaxşı idi. Amma əlbəttə ki, həm 4 pilləli olması, həm də sürət keçidlərini gec atması səbəbindən o qədər də əlverişli deyil. Həmçinin tork konvertorlu mühərrik idi bu. Tork konvertoru nədir? Bu barədə də əgər maraqlı gəlirsə sizə bir video inşallah ki çəkərəm. Yəni bu baskı balata sistemi gücü tam şəkildə təkərə göndərə bilmir. Buna görə də müəyyən itkilər baş verir. Güc itkisi, həm yanacaq sərfiyyatı daha çox olur. Elə köhnə avtomobillərdə avtomatik sürətlər qutusunu daha çox yandırma səbəbi də bu tork konvertorlu sürətlər qutusu sistemidir. Məncə bu avtomobilli 190 alanda mexanik həmişə ən yaxşı seçimdir. Bir neçə maraqlı məqamı da bildirmək istəyirəm bu avtomobillə bağlı. Dediyim kimi DTM yarışlarına qatılmaq üçün istifadə edilmiş bir modeldir. Mercedes bu avtomobillə birlikdə bir çox nailiyyətlər qazandı, bir çox yarışlarda birinciliklər əldə etdi. BMW E30-un çıxma səbəbi də adlandırır bəzi insanlar bu avtomobili. Həmin illərdə BMW gördü ki, artıq Mercedes partladır, yarışlarda ard-arda birinciliklər, onunla rəqabət apara biləcək bir model çıxarmaq lazım idi və
Ardından da E30 gəldi. Onda da bəzi DTM variantları var, xüsusi yarış versiyaları var E30-da da. Bəlkə də növbəti video E30 haqqında olar görərik. Bundan başqa bu avtomobildə bir çox avtomobillərdə olmayan belə bir funksiya var ki, sağ və sol park işıqlarını ayrı-ayrı yandırmaq mümkündür. Elə ki, normal işıq yandırma düyməsini sola bir və ya iki dəfə tərpətdikdə yalnız soldakı və ya sağdakı stop park lampaları yanılı qalır. Bunun səbəbi nədir? Deyək avtomobiliniz nasazlıq çıxıb, xarab olub bir şəkildə yolda qalmısınız. Avtomobili orada qoyub gedəcəksinizsə gecə vaxtı. Digər sürücülər görməyib gəlib ona dəyə bilər və s. belə bir təhlükəsizlik tədbiri olaraq bu funksiya avtomobilə qoyulub. Daha az akkumulyator istifadə etsin deyə yalnız bir tərəfi, yəni yola yaxın olan tərəfin işıqları yanılı qoyula bilir istənilən zamanda. Bundan başqa avtomobilin yanacaq çəninin həcmi 50 litrdən 62 litrə qədər dəyişir. 62 litr sadəcə xüsusi Cosworth versiyalarında istifadə edilib. 50, 55, 58 litrlik fərqli mühərriklərdə yanacaq çənindən istifadə edilib. Baqajın həcmi isə 454 litr təşkil edir. Bu segmentli bir avtomobil üçün kifayət qədər yüksəkdir.